Əzizlərim, Rəqsanə İsmailovanın həyat yoldaşı Fazil Bakıdadır. Öz evindədir. Uşaqlarına da sahib çıxıb. Həyat yoldaşına da sahib çıxır. Deməyin, bax, bəzi yerlərdə çox tez-tez rast gəlir mütəmadi olaraq ki, ay Fazil onları atdı getdi, qorxdu, nə bilim, uşaqlarını tənha qoydu, uşaqlarını Rəqsanənin anasının yanında qoydu getdi, nə bilim, Aysona tapşırdı. Amma elə deyil. Fazil müəllim uşaqlarına sahib çıxıb, övladları onun yanındadır, narahatçılığı olmasın, Bakıdadır, öz evindədir, öz mənzilindədir, yoldaşının da uzaqdan uzağa da olsa yanındadır. Belə çox söz-söhbət etmək məncə mənasızdır. Öncə dəqiqləşdirin, sonra belə xoşa gəlməz şayələr buraxın. Sara Səfura Bahadurdan bu qədər tövsiyəm. Hər söz-söhbətə getməyin.